Ələsgün bəy, biraz da açıq hücuma keçirlər. Açıq olaraq Qurban bəy efirdən göstərdi o qadın Azərbaycan arasında Azərbaycan xalqını təhqir edirlər. Fərid bəy, o İsrailini nəzərdə tutursunuz da Bəli. yəqin. Mən istəyərdim bu yerdə bizim rejissordan xahiş edeyim, o epizodu versin efirə. А что они там делают, чтобы не выходить? Так долго туалет бывает, что ли? Что долгого расстояния? Сейчас я пойду проверим. Где-то siz bireyi karını. Can halaldı, canın ağramasın, canın sağ olsun. Нет, от Турки. Мы, евреи, пришли захватить Азербайджан. С сегодняшнего дня ты будешь у меня в рабстве. Ты будешь сидеть на коленях, держать наш флаг Израиля и сказать: «Мен пох yiyirəm, İsrail'da, mən ne pis söz dedim». Вот так будешь говорить, на коленях. А так нет, мы захватим, ты будешь у нас раб. Вот это автофан. Fərid bəy, diqqət yetirin. Son vaxtlar Azərbaycanda müxtəlif tiktokerləri inzibati həbs cəzasına məhkum edir. 10 gün, 1 ay. Yəqin rastlaşmışsınız bu məlumatlarla. Bəli, bəli. Mən TikToku prinsipial olaraq izləmirəm. Yəni həqiqətən də iyrənc bir platformadır ki, mənim üçün. Ona görə ona yaxın getmirəm. Və orada diqqət yetirmisinizsə, ittihamın adı nədir? Cəmiyyətə açıqca hörmətsizlik etmək. İndi təsəvvür eləyin, bir yurdsuz, yuvasız, bir küçə pozğunu gəlir, bir İsrailli, yeri gəlmişlər, onun əsli Dərbəndəndir, əri də Qubadandır. Gəlir Azərbaycan xalqına efirdən canlı olaraq dədəsinin, anasının, nəslinin, millətinin yediyini yedizdirmək. Sual olunur, Azərbaycan hüquq mühafizə orqanları hardadır? Sonra bu gəlir rahat Sibrizdə, orada gəlib mənzil almış, yerləşmiş Yahudi ailələrlə görüşür, onlarla veriliş eləyir, yayım açır. Sibrizin kazinosunun, qumarxanasının reklamını aparır. Baxın, baba bu epizodda. Mənim... Buyurun. Майами резиденция. Сейчас я вам его покажу. И там я буду участвовать, конечно же. В ближайшее время я сниму вам все ролики, все, что касается именно этого проекта. Вот это новый проект Майами Резиденс, который уже его запустили. Я вам сейчас дальше покажу. Там, конечно же, будет и казино в следующем году, в 2027 году. Вот этот новый проект, который не за горами. Он будет в 2027 году уже открыт. И будет там, конечно же, казино. Долгожданное казино в Азербайджане, в Сибризе. Проект называется Майами Резиденс. Baxın, Fərid bəy, mən buradan Azərbaycanın daxili işlər orqanlarına, çünki ən çox o işlər onlar baxır, müraciət edirəm. Hörmətli nazir Vilayət Eyvazova müraciət edir. Cənab general, necə olur ki, Azərbaycanlı tiktoker 2-3 biədəb söz işlədəndə onu tutub atırsınız içəri. Hansısa bir İsrailli pozğunun biri gəlir bütün xalqı təhqir eləyir. Lap heç xalqı təhqir eləmir. 5-10 nəfər ona ola bilər sərt nəsə yazanı təhqir eləyir. Dediyim kimi dədəsinin, anasının, nəslinin, millətinin yediyini efirdən, canlı yayımda bax bu cür səsləndirir və meydan oxuyur. Deyir, siz bizim qulumuz olacaqsınız və ardınca da gedir həmin o Sibrizdə, hansı ki Siyonist yuvasıdır, Azərbaycan üçün təhlükə mənbəyidir. Mən bunu açıq deyirəm, dostlar. Biləsiniz ha, sonra gec olacaq. Deyir ki, bu kazino açılacaq və mən də onun işində iştirak eləyəcəm. Bu insanda bu özgüvən hardandır Fərid bəy? Bu əminlik hardan ola bilər sizcə? Sibrizin rəhbərliyindən. Hardan gələr? İçəridən. Ölkənin rəhbərliyindən Fərid bəy. Ona deyiblər ki, get Azərbaycanlılara bizim ömrü boyu, tarix boyu yediyimizi yedir, qorxma. Azərbaycandakılar o dövləti idarə eləyən deyilənlər, hamısı bizim əlaltılarımızdır, bizim agentlərimizdir, bizim qulluğumuzda duranlarımızdır. Get nə istəyirsən elə orada. Əks halda mən deyirəm, Daxili İşlər Nazirliyi bu küçə qadınını götürüb məhkəmə qərarından atmalıdır içəri. Amma bunu eləmirlər, heç ağıllarına da gəlmir. Və mən sizə deyim, o həyasızlığını davam eləyəcək. Niyə? Çünki ona bu şəraiti yaradan hakimiyyətdir. Amma hakimiyyət, əgər doğrudan da bizim perspektivimizin belələrinin qulu olmaq niyyəti, yəni hakimiyyətin niyyəti budursa, bizi belələrinə qul edəmək, açıq desin, qulun üsyan haqqı var. Biz də üsyan eləyək, rədd eləyək sizi də, rədd eləyək onları da. Siz nətər mənim tarix boyu dövlətləri imperial olmuş bir xalqımı gətirirsiniz, yurtsuz, yuvasız bir Qaraçı köçündən çıxmışın ayağına verirsiniz, alçaldırsınız. Buyurun, mən də bunu deyirəm. Ona görə də Fərid bəy, mən düşünürəm ki, bu Sibrizlə zadla bağlı deyil. Sibrizin tikilməsinə kim icazə veribdir? Doğrudur. Sibrizi himayə eləyən kimdir Fərid bəy? Gəlirlər Azərbaycanın ən mühafizəkar yeri olan bir kəndin, Nardaranın ərazisində görün nələr yaradırlar. Qumarxana, fahişəxana, əyyaşxana və gətirib ora İsrailləri yığırlar. Və bunu reklam edirlər çəkinmədən. Görün bu nə qədər bizi xalq olaraq heçə sayırlar ki,
Belə açıq şəkildə bunu deyirlər ki, biz belə eləyirik də. İndi deyir ki, siz artıq bizim köləmizsiniz. Köləmiz olacaq. Biz hələ ona baxarıq. Kimin Əlsin aqibəti bəy, nə olacaq? çox böyük səhv edirlər İsraillər gəlib Sibirizdə, Azərbaycan ərazisində mənzil alıb ev sahibi olmağa çalışmaqla. Müsəlman toplumu olaraq, türk dövləti olaraq Azərbaycanlılar bunu qəbul etməyəcəklər. Və bir İsrail dövləti ki, Qəzzada soyqırım eləyib, bu qədər müsəlmanı öldürüb. Yəni İsraillər bunu düşünsünlər, bir dəfə düşünsünlər, çox böyük yanlış edər Azərbaycan arasında mal-mülk sahibi olub gələcəkdə burada oturmağa düşürlərsə, çox böyük yanlışa yol verirlər. Dünya dəyişir, dünya fərqli istiqamətə gedir. İsrail öz yanlışlarına görə bir dəfə də başına gələn hadisəni yaşaya bilər. Fərid bəy, inanın ki, İsrailin hökumətindəkilər də məhz belə düşür. Onların Amerikadakı lobbiçilərinin hərəkətlərinə baxsaz, dəhşətə gələrsiniz. Deyir ki, Amerikalılar gedib ölməlidir bizə görə. Təsəvvür edirsiniz? Amerikalılar artıq Amerikada bir nifrət yaranıb. Qardaşlar, biz heç kimə nifrət aşılamırıq. Azərbaycandakı ənənəvi Yahudi icmasının 100 illərlə tarixi var. Amma İsrail dövlətinin Yahudi xalqına, bizdə yaşayan Yahudilərə ən azı heç bir aidiyyəti yoxdur. Yoxdur. Amerikada yaşayan Yahudilərin böyük bir hissəsi deyir ki, biz o dövlətə nifrət eləyirik. Xüsusən dindar Yahudilər. Azərbaycanda, Fərid bəy, mən sizə deyim, bununla bir qatı millətçi əhval-ruhiyyə yaradacaqlar. Təsəvvür edin, yoxsulluq, iqtisadi problemlər, haqsızlıq və üstəlik də hardansa tör-töküntülər gəlir, səni təhqir edir, sənin qürurunu alçaldır. Kasıbın, yoxsulun, çörəyini itirmişin yeganə sığınacağı onun qürurudur. Onu təhqir eləyəndə adamın basıb gözünü çıxardırlar. Azərbaycanın özünə siyasətçi, dövlət rəhbəri deyənləri Quba, İsmayıllı, Mingəçevir, unutmayın ha bunu.